Bir ibrətli hekayə var. Vaxtımız var da, onu danışım. Əlbəttə. Deyir, bir dülgər var imiş. Dülgər öz emalatxanasında işləyərmiş həmişə. İşdən sonra öz işlədiyi o alətləri qoyarmış stolun üstünə, gidermiş evinə. Günlərin bir günündə işləyir, işdən sonra öz alətlərini qoyur stolun üstünə gedəndə, bu zaman bir ilan qida axtarır, yemək axtarır, gəlir girir bu emalatxanaya. Gəlir çıxır stolun üstünə. Bu zamanda bu dülgər götürüb öz mişarını qoyub stolun üstünə. İlan gəlib bu mişarın yanına keçərkən bunun quyruğu ilişir bu mişara, yaralanır. İlan əsəbləşir. Başlayır mişarda işləməyə. Görür ağızladı, qanladı. Elə bilir ki, bu mişar ona hücum gətiribdir. Bu daha da qəzəblənir. Bəli. Əgər bilsə ki, bu həqiqət deyil. Bəli, mexanikadır. Bəli. Amma bunu dərk eləmədiyinə görə, düşüncəsiz olduğuna görə sarılır mişara. Ki, mişarı sıxsın, öz intiqamını alsın bu mişardan. Amma nə olur? Orada da parça-parça olur, ölür. Səhər dülgər gəlir emalatxanaya, görür ki, stolun üstündə bir ilan mişara sarılıb ölübdür. Bu ibrət nəticəsində nə alırıq? Biz nəticə bunu alırıq ki, bu onun düşüncəsizliyinin ucbatından ölümünə səbəb olur. Bəzən insan da belədir. Əgər biz bilsək ki, biz qəzəblənməklə öz ömrümüzü qısaldırıq, öz sağlamlığımızı ardına aparırıq, öz psixologiyamızı pozuruq və ən azından öz qəzəbimizə hakim olarıq ki, mən öz sağlamlığıma ziyan vurmayayım. Bunun üçün nə etməli lazımdır? İnsanların səhvinə keçmək lazımdır. Bəzən insan göz yummalıdır. Bəzən insan eşitməməzliyə özünü vurmalıdır. Bəzən insan görüb keçməlidir ki, oldu, bəlkə mən səhv gördüm, bəlkə düz görmədim. Bunlar olmasa həyatımızda biz yaşaya bilmərik.